1 manata. Tərkibində nələr var? Su, şəkər, limon, mandarin, portakal. Daha. Qiyməti 1 manata. 50% endirimlə verəsən. 50% endirimlə neçə düşür bizə? 1 manat. 50% endirimlə 1 manata. İndi minarə almağa gəlib, əvvəlcə dadına baxa. Əgər minarə bəyənərsə, sənin limonatlı 1 manata alacaq. Minarə limonatın dadına bax. Bəyənərsənsə al. Bəyənməzsənsə almayasın. Bəyəndin, sən limonatlı ilk müştərisi minarə oldu və 1 manatda pul qazandı. Alırsan minarə, bəlkə başqa limonatlar da xoşuna gələ bilər. Hə? Bəlkə başqa limonatların dadına baxasan, sonra qərar verəsən. Hə? Onda belə eləyək. Sən bir müştəri kimi, sənin müştərin bu limonatı bəyəndi. Amma biz digər limonatların da dadına baxacağıq. Daha sonra minarə qərar verəcək. Kimin limonatını alsın. 10 axıra qədər iç, minarə əlindəkini. Tamam, keçək. Digər müştəriyə keçək. Digər müştəriyə keçək. Uşaqlar, minarə gəl baxa. Bunun butulkasının bərbəzəyi onun üçündən daha yaxşıdır. Reklam yapışdırır, vurur. Qiyməti neçəyədir? Qiyməti 2 manat. 5 manatadır 2 butulkadır. Hə. 5 manata 2 butulka verirsən, onda bir butulkası 2 manat 50 qəpiyə düşür. Baxaq görək reklam necə hazırlanırsan. Aha. Bu da reklamın demək. Buz kimidir, sərinləşdirir və tərkibində isə dünyanın ən ləzzətli limonu. Daha özü haranın limonu? Bir oxu tərkibini. Tərkibində sıxılmış limon suyu, təbii şəkər, səbir və qabul su, nanə yarpağı. Nanə yarpağı. İndi Mən də o çalxalayıb içmək. bunu çalxalayıb içmək lazımdır. Aha. Baxaq. Həm də bunun ailəsi həkim ailəsidir. Yəqin ki, bunun tərkibinin tam təbii olmasına diqqət yetirib. Hə? Ki, insanlara şəfa olsun. Amma sənin büdcən 1 manatdır. Bu isə 2 manat 50 qəpikdir. Alış-veriş eləyə bilərsən. Minarə. Minarə deyir, bunu mənə 1 manata sata bilər, yoxsa yox. Sən də vaxtı sən sərf verir, yoxsa yox. Sərf veriləmir, deyir ki, bunun maya dəyəri 1 manatdan bahadır. Mən bu zaman zərərə gedirəm. Heç bir gəlir əldə etmirəm. Bunu sənə satmadım. Minarənin büdcəsinə uyğun gəlmir. Dayanır.